Depressiyanın adını bilənin depressiyaya düşmə ehtimalı o adı bilməyənin düşmə ehtimalından daha artıqdır. Ad qoyanda ki, bunun adı panik atakdır, sən bunu daha tez-tez keçirirsən. Yəni heç kim bir həkimə deyə bilməz ki, bu xəstə öldü. Bu niyə öldürdün? Bu deyəcək ki, mən öldürmədim. Mən protokolda yazılanı elədim və o öldü. O qədər elə davranıram ki, artıq elə hiss eləməyə başlayıram. Heç bir hadisə özlüyündə travma deyil. Travma hadisəyə deyilmir. Hadisəyə verilən mənaya deyilir. Beli düzəldib təbəssüm etmək belə insanın əhvalını dəyişdirir. Danışa bilməyəcəyimiz heç bir mövzu yoxdur. Danışmağı bacarandan sonra. Əgər danışmağı bacarırıqsa, biz hər şeyi müzakirə edə bilərik. İnsanlar elə bilirlər ki, yaşadıqlarını danışırlar. Halbuki danışdıqlarını yaşayırlar. Danışır, ona uyğun həyat sürür. Qadınlar dəyişikliyə daha meyillidirlər, nəinki kişilər. Kişilər daha mühafizəkarlığa meyillidirlər, tutmağa meyillidirlər, saxlamağa meyillidirlər. Bəzən insanlar doğru davranmalarının, əxlaqlı davranmalarının mükafatını gözləyirlər. İnsan etdiyi əməl yaxşı əməldən peşmandırsa, o əməli etmiş sayılır. Bilgi sahibi olmadan fikir sahibi olmayın. Salam hər kəsə. Şəxsi inkişaflarına fikir verənlərin kanalı 2X-in bugünkü qonağı psixoloq, NLP master Elmir İskəndarovdur. Xoş gəlmisiniz Elmir bəy. Çox sağ olun, təşəkkür ederim. Elmir bəy, bizim podkast şəxsi inkişaf üzrədir və biz çalışırıq ki, gələn qonaqlar töhfə versinlər. Məqsədimiz budur. Biz bu yola, bu məqsədlə çıxmışıq və başqa YouTube verilişlərindən, podkastlardan fərqli olaraq məqsədimiz töhfə verməkdir. Baxan nəsə öyrənməlidir. Ona görə qonaq seçəndə diqqət edirik və siz də həmin dəyərli qonaqlardan birisiniz. Çəkilişdən qabaq da sizlə söhbət edəndə dedim ki, bəs suallar yazılıb, əvvəlcədən biz əlbəttə sualları yazırıq, otururuq, redaktə edirik, fikirləşirik, qonağı araşdırırıq, baxırıq. Amma sizin profilə mən gəzəndə baxdım ki, yox, sizlə spontan söhbət daha maraqlı olacaq. Ağlıma gəldikcə belə dialoq şəklində, yəni nəinki sual verim, cavab gözləyim. Psixoloqla razılaşmadığım bəzi məqamlar var. İstəyirəm onunla başlayayım. Sizə görüm, həm də siz NLP mastersınız və siz tanıyan çox insan var və fəaliyyətiniz çox adama bəllidir. Amma belə bir məsələ var idi. Biz bunu dostlarla müzakirə elədik. Türkiyədə İzzət Güllə adında bir psixoloq var. Bilmirəm, bəlkə eşitmisiniz, tanıyırsınız ya yox. YouTube-da 900-ə yaxın video qoyub insan, son 10 illərmi, 5 illərmi belə çox YouTuber deyil, yəni psixoloqdur və YouTube-da videoları sadəcə açır, danışır və qoyur, heç hansı kəsmir, eləmir və 25 ildir, deyir psixoloqam, klinik psixoloqdur və çox ciddi təhsili var adamın, amma 25 ildən sonra gəldiyi bir qənaət var. Və belə bir maraqlı, indi izləyicilər üçün mən altda link qoyaram, adını göstərərəm. 25 il fəaliyyətdən sonra və özünü psixologiyada çox ciddi yerə gəlmiş sayır. Ömrümü deyir buna vermişəm və bir qənaətə gəlmişəm ki, psixologiya deyir insanları zəiflədir, onların ruhi immunitetini aşağı salır və onları həssas eləyir. Və deyir ona görə də psixoloji problemlər çoxalır, öz duyğularını və insanlar öz düşüncələrinə qarşı çox həssaslaşmağa başlayıb, üzərindən ötüb keçə bilmirlər. Bir ancaq pis eləyən kimi özlərini depressiv, 2 dəfə fikir dalbadal ağlarına gələndə obsessiv və s. adlandırmalarla yaşayırlar. Mən anksiyetəyəm, mən nə bilim nəyəm. Bu cürə həssaslaşdırıblar insanlar və insanları zəiflədiblər deyə düşünürüm. Belə deyir o. Mən də bir psixoloq olaraq sizdən soruşmaq istəyirəm ki, onun fikrində nə qədər doğruluğu var, nə qədər həqiqət var. Psixoloqlar aldadırlarmı insanları? Bir elm sahəsinin ortaya çıxmasının səbəbi insanların problemini həll eləməkdir. Yəni bütün elm sahələrinin predmeti insandır. Psixologiya elminin də ortaya çıxma səbəbi təsbit edilmiş bəzi psixoloji problemləri həll eləməkdir, əlbəttə ki. Ancaq çox maraqlıdır ki, psixologiya elmi
ortaya çıxandan bu yana psixoloji problemlərin sayı inanılmaz dərəcədə artıb. Artıb. Bu o deməkdir ki, bu elm sahəsi məsələni həll etmir. Daha da mürəkkəbləşdirir. Ancaq insan yəni həm fizioloji, həm psixoloji bir varlıqdır. Həm də mənəvi bir varlıqdır, ruhani bir varlıqdır. Yəni biz insanı psixologiyadan kənarlaşdıra bilmərik. Yalnız hansı elm sahəsi ki, yavaş-yavaş marketinqə yönəlir, o artıq zərər verməyə başlayır. Burada problem elmin özündə deyil, istifadəsində, daha doğrusu sui-istifadəsindədir. Yəni bunu deyə bilərik. Hər şeyi diaqnozlaşdırmaq, hər bir hərəkətə hardasa bir ad qoyub ümumiləşdirmək insana problem törədir. Yəni depressiyanın adını bilənin depressiyaya düşmə ehtimalı o adı bilməyənin düşmə ehtimalından daha artıqdır. Ad qoyanda ki, bunun adı panik atakdır, sən bunu daha tez-tez keçirirsən. Artıq adını da bilirsən. Şüur altında, dırnaq içində deyirəm, rahatlaşırsan. Çünki adını bilirsən. Və xəstəlik olaraq qəbul eləyirsən. Ciddi yanaşırsan. Bəli, ciddi almağa başlayırsan. Fokusun, diqqətin, bütün diqqət mərkəzin ora yönəlir. Sənin başqa qaydasında olan bir çox yerin var. Amma sən diqqəti buna yönəldirsən. Bu baxımdan əlbəttə ki, yanlışdır. Diaqnoza ilişib qalmaq üçün qoyulmur. Adını qoyub həll eləmək üçün qoyulur. Ancaq biz desək ki, yəni biz bunu biləndə, mən tutaq ki, biləndə ki, mənim şüur altımda belə bir məsələ ilişib qalıb. Mən ikinci mərhələni də eləməliyəm də, fərqindəlik birinci mərhələdir, fəaliyyət ikinci mərhələdir. Bəs mən fəaliyyətə keçmirəmsə, ancaq elə deyirəm, mənim travmam var deyə gəzirəmsə, bu olmaz. Amma travmam yoxdurmu? Var. Mənim insani münasibətlərimdə bu bilinir. Sən bunu görmürsən, amma mən onu görürəm. Nə gözəl olar ki, həm bunun fərqində olasan, həm də həll eləyəsən. Və həm özünlə, həm də başqaları ilə olan münasibətin yaxşılaşsın, gözəlləşsin. Bu daha yaxşıdır. Ona görə məsələyə iki tərəfli baxmaq lazımdır da. Nə deyə bilərik ki, psixologiya yalandır? Necə yalan ola bilər? Yəni insan psixoloji bir varlıqdır da. Mən biraz ümumi dedim. Bəli, insan psixoloji bir varlıqdır. Yəni mütləq ki, insan psixikası da var. İnsan egosu da var. Ancaq bu onun üçün deyil ki, özündə bir çox xəstəliklər tap ya da başqalarında bir çox xəstəlik tap, ona narsistdir, buna nə bilim nədir filan, və bütün münasibətlər korlansın. Bu bunun üçün deyil də. Bu qoyub adı, madam buna meyillilik var, gəlin bunu həll eləyək, budur. Yəni siz də dediniz, onun bir kitabı var, Sən hasta deyilsin adında bir kitab var. Bir də kitab Ola bilir kitabı var. Məsləhət görürəm, alıb oxusunlar. Çox möhtəşəm kitabdır. Bir pasient gəlib mənə deyir ki, mənə diaqnoz qoyublar. Deyirəm, nə diaqnoz qoyublar? Deyir, depressiya. Deyirəm, necə təyin ediblər onu? Deyir ki, bəs deyirlər ki, 2 həftədən artıq çəkən, filan səbəblər var, şeylər, nə deyirlər ona, əlamətlər varsa, sən depressiyasan. Deyir ki, mən deyirəm, atam rəhmətə gedəndə 40 gün deyir, sən yaşadığın şeyləri yaşamışam. 2 həftədən çoxdur, mən depressiv idim. Deyir, situasiya onu gətirirdi. Deyir, duyğular xəstə və yanlış ola bilməz. Duyğular yerinə görə xəbərdar edicidir. Deyirsən, depressiyadasınsa, deməli, həyatında normal getməyən şeylər var. Sən niyə fokuslanmısan duyğular var, niyə fokuslanmısan fikri və? Deyir, bu baxımdan, deyir, manipulyasiya açıqdır psixologiya. Siz dediyiniz kimi gözəl, o da həmin, deyir, marketinqə çevirib. Deyir ki, bir pasiyentin vardı, deyir ki, 110 seans mən psixologiyana getmişəm. 110 seans deyir, nə deməkdir? Bu psixoloqun vicdanı hardadır, deyir. Yəni, soyub da adamı da, yəni. Bilirsiniz, hər kəsdə belə bir şey var da, yəni psixologiyada bu öyrədilir. Bu tibbdə də belədir. Bu tibbdə də belədir. Yəni, müəyyən protokollar var, klinik protokollar. Sən qayda qanunla onunla gedirsən. Yəni, o psixoloq, o klinik protokola görə gedir. Heç kim ona deyə bilməz ki, niyə bunu burada belə elədin? O deyəcək ki, protokolda belə yazılır. Yəni heç kim bir həkimə deyə bilməz ki, bu xəstə öldü. Bu niyə öldürdün? Bu deyəcək ki, mən öldürmədim. Mən protokolda yazılanı elədim və o öldü. Vəssalam, mən rahatam. Bildinizmi? Protokola görə hərəkət edir.
Hamı vicdansız deyil. Elə öyrəndiyi üçün elə eləyir çoxusu. Hətta çoxu elə eləyir. Yəni çox az qism ola bilər ki, bilir ki, yox, bu düzgün deyil, amma onu eləyir. İndi hər sahədə elə adamlar ola bilər də, amma əsasən mənim gördüyüm, o onu bilmir. Gəncdir, onu elə öyrədiblər. Elə. Deyiblər ki, bax depressiyanın bu qədər əsas əlaməti var, bu qədər əlavə əlaməti var. Depressiyanı insanda təyin eləmək üçün bunu eləyin. O da yazıq neynəsin? Tələbədir, deyir, hə də bu belə olmalıdır. Gedir onu eləyir. İllərlə eləyir. O da o birisinə elə öyrədir. Amma bir dənə ortada bir ayılmalıdır ki, bir dəqiqə dayanın, bu belə deyil axı. Hə, burada bu da var, o da var, bu da var. Baxın, məsələni bəli, həll etməyə köklənmək lazımdır. Bu o demək deyil ki də, yəni psixoloqa müraciət eləməyək, psixoloji məsələlərimiz, dediyim kimi bizim psixoloji tərəfimiz yoxdur falan. Bu demək deyil əlbəttə ki. Ancaq bəzi insanlar şüuraltı olaraq öz psixoloji problemlərini həll etmək istəmirlər. Burada çox dərin məqamlar var. Bu dəfə bunu işləmək lazımdır. Bəzi insanlar diaqnoz axtarırlar. Bunu o qədər yaşamışam ki, məndə nə var? Problem nədir? Niyə? Çünki bu bir dənə xəstəlik tutmalıdır. Bunu evdə qaynana gözləyir, yoldaşı gözləyir, qohum-əqraba gözləyir. O onunla getməlidir evə. O gedib evə desə ki, məndə heç nə yoxdur. Depressiyadır, dedə özü artisiyaya qoymusan. Düzdür? Axı bu yaxşı deyil bu adam. Bu adam vəziyyəti yaxşı deyil axı. İnandırmalıdır ki, məndə doğru Hə, nəsə bu var. onu axtarır ki, gedir o qapı-qapı gəzir ki, biri mənə desin ki, səndə ağır dərəcəli falan xəstəlik var. Mən bununla gedim də evə. Onda baxsınlar ki, gördünüz mənim xətrimə dəyməyin axırı nədir? Gördünüz mən necə? Bax, mənim də əsəbləşmək olmaz. Dedi ki, belə eləsən, sən özünü öldürəsən. Nə bilim nə, bax, belə bir şeyə gəlir çıxır. Amma bunu da belə demək olmaz da, yox, sən sağalmaq istəmirsən, yer get. Bəs elə onun psixoloji durumu onu göstərir ki, bu adama kömək lazımdır. Ən çox köməyə ehtiyacı olduğunun fərqində olmayanlara lazımdır. Biz onları ata bilmərik. Bizim işimiz odur. Yəni hər kəs dəqiq deyil. Gəlib demir ki, mənim bu problemim var. Mən necə eləyim? Denən gedim eləyim, problemim düzəlsin. Hamı belə yaşamır axı. Duyğuları inkar eləmək olmaz. Duyğular hər biri bir mesajdır, bəli. Amma o mesajı tutmaq, o mesaja görə hərəkət eləmək, o mesajı oxuya bilmək, bu əlbəttə ki, hər insan işi deyil. Maraqlı yanaşma. Siz bir qism razılaşırsınız əslində, bir qismdə daha professional Heç bir şeyə bir mənalı yanaşmaq yanaşmaq. düzgün deyil də. Belə bir fikir var, deyir ki, hissləri, fikirləri görməzdən gəldikcə onlar yoxa çıxacaqlar. Olmamış kimi yaşa, olmasın. Bu psixologiyada nə qədər təskin tapır? Mən depressiv hiss edirəm. Mən onu görməzdən gəlib yaşasam, bir müddət sonra doğrudan da yoxa çıxar. Fokus haradısa, enerji ora axır. Tony Robbinsin sözüdür. Fokus, diqqət haradısa, insanın enerjisi ora yönəlir. Biz bilməliyik ki, bir, mövcud vəziyyəti inkar etməyə ehtiyac yoxdur. Mövcud vəziyyətin fərqinə varıb, bir sonraki mərhələyə keçmək ən ağıllı yoldur. Mən yaxşı deyiləm. Hiss edirəm ki, yaxşı deyiləm bu dəqiqə. Hiss edirəm ki, filan, nə bilim, hansısa bir məsələ mənə təsir elədi. Ya da o məsələdən təsirləndim. Düzdürmü? Bunun fərqində o bir var, bunu inkar eləyəm. Bunu inkar elədikcə bu bastırılacaq. Bastırıla. Sonra elə yerdə ortaya çıxır ki, heç bir əlaqəsi yoxdur da, birdən-birə aqressivləşirsən. Birdən-birə çox ağır bir depressiv vəziyyətə düşürsən. Hansı ki, son hadisə ilə hamı onu əlaqələndirir. Sonla əlaqəsi yoxdur çox da. Yığılanların təsiridir. Ondansa mən hər zaman deyirəm ki, yəni bir fırtına qopmaqdansa hərdən külək əssə yaxşıdır. Yəni mən yaxşı deyiləm. Aha. O zaman ikinci sual gəlsin dərhal. Niyə və indi nə edə bilərəm? Yaxşı olmaq üçün nə edə bilərəm? Niyə yaxşı deyiləm? Mənə nə təsir elədi? Və bu mövcud halımı yaxşılaşdırmaq üçün nə edə bilərəm? Bu bizi sonraki mərhələyə aparır. Məsələ o mərhələdə qalmaqdır. Həll etmə iqtidarında olan insan bastırmağa ehtiyac duymaz. Əgər biz Görməzdən gəlməyib onu bastırmaqdır. bəli, bastırmaqdır.
Təəssüf ki, bastırmaqdır. Həll yolu Həll deyil, etmək ümumiyyətlə. lazımdır. Həll yolu deyil. O da bir alternativ deyil, həll yoluna. Həll yolu Görməzdən deyil. gəlmək. Görməzdən gəldikcə, bax məsəl üçün insan bilirsiniz niyə qeybət eləyir? Üzünə demədiyi üçün. Məsələn, qeybət eləyəndə kimsə arxasınca danışır da, deyir ki, mən onun üzünə də deyirəm, yalandır. Üzünə desə qeybət eləməz. Yəni, bax, mən nəsə bir şey dedim, falan sizin xoşunuza gəlmədi. Amma bunu demədiniz mənə. Demirəm, birbaşa deyin ki, bu söz xoşuma gəlmədi falan. Onun da uyğun yolları var da, uyğun şəkildə bu fikri çatdırmaq olardı, amma çatdırmadınız. Siz dediniz ki, deyəcəm, yox, demirəm də mən, yəni qaldı məndə. Güya ki, görməzdən gəldiniz. Məndən sonra başlayırsınız soruşsan deməyə ki, gördün nə elədi falan şey belə elədi. Ondan sonra mənə deyərdiniz də. Və yaxud da görməzdən gəldiniz də, düzdür? Sonra başqa bir qonaq gəldi, başqa bir adamla oturdunuz. O da başqa bir şey elədi, ona da demədiniz. Sonra başqa bir yer oldu, o da başqa bir şey elədi, ona da demədiniz. Sonra ümumiyyətlə bu verilişdən vaz keçirsiniz. Nə oldu? Görmürsən, belə eləyirlər deməyə başladınız. Bəs həll eləmişdiniz. Bəs görməzdən gələrək həll olunmuşdu, nə oldu? Mən onu dilə gətirmişsə, deməli görməzdən gəlməmişəm də. Mən qeybətini eləyirəmsə, ürəyimə salmışsa, bu görməzdən gəlməyin haqqını vermiş sayılmıram. Ümumiyyətlə silmək o, yox olmamış kimi rəftar eləmək. Şüur altına gedir. Silə bilmirsiniz də, o şüur altına gedir. Ya həll olunmuş formada gedir, ya da həll olunmadan gedir, mütləq. O uça bilməz, havaya gedə bilməz o. Heç bir söz, heç bir yaşadığımız bir məsələ, yəni silinmir, havaya getmir o. Bizim unutduğumuz məsələlər də şuur altımızda mövcuddur. Onlar uçmayıb. Amma hansı yaşadığımız bir şeyin ya da hansı hissin də əsasən o duyğu olur. Onun nəyə səbəb olacağını bilmirik. Çünki duyğu bir enerjidir. Enerji isə itmir. Neynir? Bir haldan başqa hala çevrilir. Hansı halda ortaya çıxacağını bilmirik. Elə ki o bir bombadır, saatlı bomba. Nə vaxt harda partlayacaq bilmirik. Ya da nəyin üstünə yığılacaq, orada nə əmələ gələcək biz onu bilmirik. Elə ondansa həmin andaca, yəni bu belədir, bu da belədir. Onu öyrənmək daha yaxşıdır da. Yəni onu öyrənək keçək. Hə, bəzi şeylər var ki, bu bizə həqiqətən təsir eləmir də. İndi adam insana görə dəyişir də bu. Yəni filan bir məsələ sizə təsir eləyər, mənə çox da təsir eləməz. Hə, bu ayrı məsələ. Mənə təsir eləmədisə, onsuz da o mənim üçün bir məsələ deyil. Bu zaman o həll olmuş sayılır. O hala gəlməkdən də. Mən elə məhz onu demək Hə, istəyirəm. burada bir problem yoxdur onsuz da. O həll etmiş Görməzdən sayılır. gəlmək nə deməkdir? Var. Var. Mən onu gözümü yumuram, Aha. amma o var. Bu ifadə Bu onda mənə düz təsir olmur. eləyəcək. Bir də var ki, bu məsələ mənə təsir eləmir. Burada nə var ki, belə dedi, o insandır da, o da belə dedi. Dedik, həqiqətən bunu tam səmimi şəkildə dedik. Doğrudan da ondan sonra başqasına deməyə də ehtiyac duymadıq. Bu bizim ürəyimizdə qalmadı. 10 gündən sonra yadıma düşmədi ki, əslində mən onu gərək bunu deyərdim, falan olmadıq. Vəssalam. Burada heç bir problem yoxdur. Bu o demək deyil ki, biz onu görməzdən gəl. Görməzdən gəlmək gözünü yummaq deməkdir. İkinci verdiyimiz nümunədəki adam ki, deyir, mənə heç problem yoxdur. Onun halına gələ bilmək üçün biz rol oynaya bilərik, yox, alınmaz. Yəni mən bir müddət elə təkrarlayım, görməzdən gəlim. O adama çevrilə bilərəm. Əlbəttə. Bir yerdən sonra mənə də təsir eləməyəcək. Əlbəttə. Ya öyrənərək, biliklə davranışlarımız dəyişir və yaxud da belə deyim, duyğu ilə davranışımız dəyişir. Öyrənirik, düşüncə duyğuya səbəb, duyğu da davranışa, ya da tərsindən gələ bilərik. O qədər elə davranıram ki, artıq elə hiss eləməyə başlayıram. Aha, gözəl texnikadır. Davranışlardan duyğuya gələ bilər. Bəli, əlbəttə ki, o qədər elə davranıram ki, artıq mən elə oluram. Onda belə deyə bilərəm, mən depressiv hiss edirəm, diaqnoz qoyublar. Yerimdən qalxmaq istəmirəm, idman eləmək istəmirəm bəlkə də. Amma mən başlayıram, səhər 6-da dururam, cross qaçıram falan. Bunu bir il davam elətdirirəm. Bir ildən sonra mənim duyğularım çevriləcəkmi? Texnika nədir? Bütün məsələ mövcud kimliyi dəyişdirməkdir. Yəni mən indi kiməm? Depressivəm. Depressiv birisi neyniyər? Təbii ki, mən onları eləyəcəm. Yəni yataqdan qalxmamaq, nə bilim, iştahsızlıq ya da çox yemək, nə bilim və s. belə əlamətlər. Bunları eləyəcəm də, mən depressiyada yamaxam. Mən kiməm? Depressiyada olanım. Bir də var ki, mən kim olmaq istəyirəm? Məsələn, həyat dolu bir insan. Mən həyat dolu bir insanım. Amma elə hiss eləmirəm. Yaxşı, həyat dolu bir insan neyniyər?
inanın, mən həyat dolu bir insanam deyən anda hissi dəyişəcək onun. O demək deyil ki, o depressiv hiss eləyərək elə deyəcək. Yox. O cümlə belə onun duyğularını dəyişəcək. Mən həyat dolu bir insanam. Həyat dolu bir insan neyniyər? Dediyiniz kimi səhər tezdən durdu, qaçdı, neynədi filan ki, bunları eləyəcəm də. Və onları elədikcə mənim ümumi əhvalım dəyişəcək. Çünki məndə artıq ona uyğun hormonlar ifraz olunacaq. Bilirsiniz də, beyindən gəlir hormonlar. Yəni hormon bizə bir şey eləmir. Biz hormonu eləyirik. Biz düşüncə ilə bədənimizə təsir göstəririk. Bədən də ona uyğun hormonlar ifraz elədikcə, təbii ki, məndə xoşbəxtlik hormonları artacaq. Stresin əsas xüsusiyyətlərindən biri, stres hormonunun əsas xüsusiyyətlərindən biri diqqətin artırılmasıdır. Bizim diqqətimiz bir şeyə artanda, demək ki, bizdə stres hormonu ifraz olunur hal-hazırda. Yəni, onsuz biz diqqəti mərkəzləşdirə bilmərik. Hə, stres hormonu olmadı. Bəli, Burada mütləq. pozitiv mənada da artıq da stres. Bu dediyim pozitiv mənadadır. Aha. Yəni tutaq ki, bir dərs oxuyuruq, bir şeyə fokuslanmalıyıq. Mütləq orada stres hormonu var. Orada yəni duyğu aşağıdadır, ağıl yuxarı çıxıb da, beyin beta dalğasındadır. Hə, beynin istəmədiyi bir proses gedir orada. Bir növ, Fokuslanma. bir anlamda bəli, duyğu, emosiya yoxdur. Yəni o sırada məsəl üçün mən diqqətim bütün dərsə vermişəm, bir şey yazıram. Mütləq bunu çatdırmalıyam. 1 saat vaxtım var. Yəni o sırada biri gəldi ki, zəhmət olmasa falan mən onda belə eləmərəm də, belə ki, hə necəsiz, nə istəyir, belə eləmərəm də. Yəni biraz daha sərt formada belə ki, çəkil, işim var falan da eləyə bilərik biz orada. Çünki emosiya çox yoxdur da, orada beyin işləyir, beta dalğası. Ancaq emosional durumda bu fərqlidir. Yəni hər birində fərqli hormon işləyir. Burada bax stres hormonu var. Ancaq xoşbəxtlik hormonu burada ifraz olunmur artıq. Yaxşı, o daha çox, nə bilim, hərəkətlərdə, o bayaqki dediyim kimliyə keçəndə o hormon ifraz olunmağa başlayır. Bunun mənfisi də belədir ki, bayaq dediyik, diqqətimi yönəltmişəm ki, mən depressiyadayam. Diqqətimi yönəltmişəm ki, o narsistdir. Diqqətimi yönəltmişəm ki, nə bilim, o filandır ya da mən beləyəm. Məndə panik atak var, nə bilim, təşviş var, filan var. Diqqətim bir yerə yönəlib. Deməli, məndə nə baş verir? Stres hormonu var hal-hazırda. Mən onu dağıtmalıyam. Bir yerə köklənmişəm, bir yerə kökləndikcə o davam edəcək. O daha da məhv eləyəcək, içəridə bir çox şey dağıdacaq. Ondansa, və burada da məsələ nədir? Baxın, əslində, indi bizi izləyənlər belə düşünə bilərlər ki, bəs yaxşı, belə bir şey var da, fakt belə bir hal baş verib. Mən necə yaxşı olum? Heç bir hadisə özlüyündə travma deyil. Travma hadisəyə deyilmir. Hadisəyə verilən mənaya deyilir. Yəni, sən o hadisəyə hansı mənanı verirsənsə, ona uyğun duyğu hiss eləyirsən. Yoxsa hadisə adama heç eləyə bilməz. Bu da baxmaq lazımdır ki, adekvatdırmı, deyilmi? Funksionaldırmı, deyilmi? Faydalıdırmı, deyilmi? Yəni, yaxın bir adamını itirmisən. Neynəməlisən ki sən? Əlbəttə. Gülüb oynamayassan ki. Əlbəttə. Üzüləsən də, kədərlənəsən əlbəttə ki və bu duyğunu yaşayasın. Nə qədər istəyirsən yaşa. Adekvatdır. Bu adekvatdır. Ancaq, nə bilim də, o bunu dedi, burada belə bir şey oldu ya da 20 il əvvəl belə olubdu. Kimi məsələlərdə baxırsan ki, bu adekvat deyil. Bu səni saxlayır. Keçmiş keçib, amma sən keçməmsən. O keçib gedir, sən saxlayıb gəbər hara gelirsən. Bura. Bu adekvat deyil. Bax, bu zaman dediyim bu məsələlər işə yarayır. Belə evdə edə biləcəkləri texnikalar var bundan bağlı psixoloji. Dediniz birini ki, məsələn, mən həyat dolu insanam. Qəşəng texnikadır bu. Hər gün 10 dəfə desə bunu kimsə, siz demişin, artıq çevrilməyə başlayacaqlar. Desə yox, ona uyğun hərəkət eləsə. Deməli, indi müasir dövrdə belə bəzi texnikalar var. Deyək ki, bir neçə sözü, məsələn, təkrar elə, sözləri təkrar elədikcə, nə bilim, səndə bu formalaşır falan. Əslində, belədir məsələ. Arxada bir proqram var. Beynin arxasında bir proqram var. İnanclar deyirik də biz ona və o daha sonra düşüncələrə çevrilir.
Əslində düşüncə inanca çevrilir. Sonra da o inanc düşüncə vasitəsilə gəlir həyatımıza. Burada nə baş verir? Deməli, bayaq kimlik ki dedim, mövcud kimlikdə mən nə edə bilərəm? Ən basitindən beli düzəldib təbəssüm etmək belə insanın əhvalını dəyişdirir. Deməli, bir uşaq anasının yanına gedir, anasına deyir ki, ana NLP nədir? NLP bu arada bilməyənlər üçün deyirəm, neyrolingvistik proqramlaşdırma, yəni beynin sözlər vasitəsilə proqramlaşdırılmasıdır. Yəni biz bunu eləyirik əslində həmişə biz nə danışırıqsa onu yaşayırıq. İndi bu bir nəzəriyyə şəklində ortaya girib də bu mən bu arada elmi işimdir, yəni elmi iş olaraq mən bunu işləyirəm. Deməli, deyir ana NLP nədir? 6 yaşında bir uşaq. Ana deyir ki, sən NLP-nin nə olduğunu deyərəm, sən bir dənə ged orada babadan soruş gör, bu gün özü necə hiss edir. Uşaq gedir babanın yanına ki, baba bu gün necəsən? Baba da biraz xəstədir, ağrıyır elə. Bu gün necəsən? Baba başlayır ki, valla bu gün ayaqlarım nasan, bu havada tutqun, hava tutqun olanda mənim ayaqlarım başlayır belə, nəm belə şikayətlər eləyir də belə. Səsi də onunla uyğun şəkildə. Uşaq gəlir anasına deyir ki, baba belə dedi. NLP nədir? NLP-ni soruşam məsələn. Deyir ki, deyəcəm, NLP-ni deyəcəm. Sən də get babaya denən ki, baba, uşaq vaxtı mənim ən gülməli halımı xatırlayırsan, məsələn, mənim də xatirə danışda, mən gülməli neynəmişəm. Yaxşı, uşaq gedir babasına deyir ki, baba, mən uşaq vaxtı gülməli, yəni balaca olanda gülməli neynəmişəm. Baba başlayır ki, hə, bir dəfə yadımdadır, səndən hamama girəndə falan şey belə elədim, falan vaxtı belə elədim, belə. Babam bir keyf açılır da. Sonra gəlir anasına deyir ki, uşaq, bəs baba belə dedi. Ana deyir ki, bax, NLP bir sualla adamın əhvalını dəyişmək. Görürsünüz? Fokusu dəyişdi, əhvalı dəyişdi. Bu da bir texnika. Yəni, əgər mən yaxşı deyiləmsə, fokuslandığım yanlış bir nöqtə var. Yanlış qavramadan irəli gəlir. Mən elə bir şey düşünürəm ki, o məni yaxşı eləmir. Onda mən onu düşünməyə niyə davam edeyim ki? Yaxşı, mən necə düşünsəm yaxşı olaram deyər, o düşüncəni tapar, o da mövcud vəziyyətə görə və adamın vəziyyətinə görə də o düşüncəni tapar və o mənanı verərsə, duyğu da dəyişər, əhval da dəyişər. Bizim izləyicilərdən bir dənə sual gəlib, istəyirəm onu səsləndirim. Hər podkastda bir dənə izləyiciden sual səsləndirəcəm. Sual belədir ki, insanlar qurban psixologiyasından çıxmaq üçün nə etməlidirlər? Belə bir sual cavab istəyib, maraqlı sualdır. Bax, bu suala cavab verməlidirlər, elə bu dediyiniz suala. Bu dəqiqə bu psixologiyadan çıxmaq üçün nə edə bilərəm? Öz-özünə verməlidir. Deyə bir dənə sualı verdi, qutardı getdi. Amma bu sualı verən izləyicimiz ehtimal ki, qurban psixologiyasına deyil. Başqasının qurban psixologiyasında olduğunu görür. Bəlkə də ona görə soruşur ki, neyniyək bu qurban psixologiyasından çıxsın. Hə, ona heç nə edə bilməyəcək, o heç. Çünki adam özünə nəsə bir şey eləyə bilər. Bizim psixoloji proseslər belə bir şeydir. Yəni bizim üçün biraz müsbət hal ondan ibarətdir ki, yəni həkimdə elədir ki, belə deyək də, xüsusilə cərrahi müdaxilələrdə, yəni insan iradəsinin çox da fərqi, düzdür, orada da psixologiya rol oynayır, rol oynamır demirəm, amma əsasən insan iradəsinin çox dəxli olmur da, yəni həkim orada işi görür. Amma bizdə elə deyil. Bizdə, yəni biz 10%, 20%, yəni deyirik ki, burayla gedə bilərsən. Ta o gedər, getməz, özü baxır. Ya da nə qədər gedər. Özü istəmədən, özü fərqində olmadan, özü addım atmadan biz onun əvəzinə heç nə eləyə bilmirik. İnsanda fərqindəlik dərəcəsi yüksəldikcə ətrafındakilərə, tanıdıqlarına, dostuna, tanışına baxır, artıq onları başqa cür dəyərləndirməyə başlayır. Və deməyə başlayır ki, yəni sevdiyi insanlardır da bunlar. Kaş o da bunu bilərdi, kaş o da bunu görərdi, kaş o bunun fərqində olardı. Kaş bilərdi ki, ayda bu söz bunu ağır təsir edəcək. Kaş bilərdi ki, əslində bunun dediyi kimi deyil, başqa cürdür. Onun biraz fərqindəlik dərəcəsi yüksəlib axı. Amma bu çox vaxt kaş səviyyəsindən yuxarı qalxmır.
Çünki o özü istəmədikcə, o özü addım atmadıqca istəmək də yetərli deyil. Addım atmadıqca, hətta görməyə başlamadıqca mümkün olmur. Çox vaxt aylarla, illərlə dediyin hər hansı bir məsələdir, o bir gəlirsən, mən indi bildim ki, belədir. Sən ona deyirsən ki, amma mən illərdir, aylardır mən sənə nə deyirdim? Elə deyil də, yəni o indi gördü. Ona görə bütün məsələ o adamla bağlı. Amma ümumilikdə qurban psixologiyasından çıxış bircə suala bağlıdır. İndi nə edə bilərəm? Çünki qurban psixologiyası etməməklə bağlıdır. Ona edilməklə bağlıdır. Passivliklə bağlıdır, aktivliklə bağlı deyil. Ona görə də bir şey edərsə, hər hansı bir addım atarsa, təbii ki, müsbət addımdan söhbət gedir. O psixologiyadan çıxacaq. İnşallah cavab qane eləyər izləyicimizi. Siz demişəm, böyük ehtimal öz üçün soruşmur. Başqa. Sizin təlimlərinizə gələn biri əgər həyatında bircə şey dəyişsəydi, bu nə olardı ki, məsələn siz deyərsiniz ki, bəli bax, mən həqiqətən kömək elədim. Bu nə olardı? Yəni hansı problemini həll eləyərdi ya Həyatında nə dəyişsəydi, siz hər şeyin üstünə qoyduğunuz bir şey var, məsələn, bu dəyişməlidir hamıda. Bir növ bu cür sualdır. bax belə deyim, bizim ən əsas üzərində durduğumuz məsələ insanların danışıq tərzidir. Aha. Məsələn, İstifadə etdikləri sözlərdir. Hər bir söz bir enerjidir və insanı bir yerə aparır. Ona görə öncə o ağzından çıxan sözlərə diqqət eləyir. Başlayır ona diqqət eləməyə. Demək olar ki, bəziləri artıq danışa bilmir. Məsələn, tutaq ki, təlimdir. Fərz eləyək ki, 8 dərslik bir təlimdir. 3-cü dərsdə yazıq artıq sual verə bilmir. Çünki nə desə problemdir də. Adam problemini dilə gətirmək istəyir axı. O da olmaz. ha. Necə? O deyə bilməz də ki, mən şəkər xəstəliyindən necə xilas ola bilərəm? Axı biz dedik ki, onu demək olmaz. Mənfi danışmaq olmaz. Ancaq müsbət danış dedik. O da müsbət danışa-danışa nə sual versin? İnanın, o qədər yaşayırıq ki, biz onu. Sual vermək istəyir, belə baxır, belə bəzən deyir ki, bilirəm, belə deyəsiz, deyirəm, elə deyəcəm, sonra niyə davam edirsiniz? Və qalır belə, verə bilmir sualı. Ona görə ən birinci məsələ insanların fərqində olmalı olduğu məsələ, bu böyük bir sirdir. İnsanlara bu dəqiqə sirdir əslində. Amma bu çox vacibdir. Necə danışırıq? Danışa bilməyəcəyimiz heç bir mövzu yoxdur. Danışmağı bacarandan sonra. Əgər danışmağı bacarırıqsa, biz hər şeyi müzakirə edə bilərik. Hər şeyi danışa bilərik. Məsələ o deyil. Məsələ danışığımızın tərzidir. Biz bəzən xoş bir xatirəni belə bəd danışırıq. Məsələn, deyirəm ki, yadındadır o vaxtı. Çox gözəl nüansdır, bəli. Nə günlər idi. Gəlməyəcək. Onu da kədərli danışırıq. Gəlməyəcək o günlər bir də. Ya da necə oynayırdıq, necə şey idi. Getdi o gün. Məsələn, çox gözəl bir şeylər yaşamışıq da. Bunu mən niyə kədərlə? Elə bir ki, mənə kimsə onu nəsə eləyib. Düzdürmü? Yəni, hansı ki, hər hansı bir normalda o yaşandığı zaman mənfi olan bir xatirəni belə müsbət danışmaq olar. Amma əla təcrübə oldu. Çox qəşəng. Yaxşı ki, biz onu deyirəm, yaşadıq orada. Mən orada, bax, maşını düzəltməyi öyrəndim. Elə orada öyrəndim, ha, təkər dəyişmə. O yolda qalmışdıq, ha. Bax, orada öyrəndim mən təkər dəyişməyi. Deyə danışa bilərik. İnsanlar elə bilirlər ki, yaşadıqlarını danışırlar. Halbuki danışdıqlarını yaşayırlar. Danışır, ona uyğun həyat sürür. Necə danışırsa, necə bir adamdırsa, qabağına da elə adamlar çıxır falan. Yəni, bax, bayaq dedizək, məsələn, qurban psixologiyasında olmayan birisi ehtimal ki, qurban psixologiyasında olan partnyorla bir yerdə olmaz. İnsan gedir hər rəngfran özünə uyğunluğu tapır. Mütləq. Yəni, o ona uyğun deyilsə, onunla bir şey olmur. Bir itələyən bir qüvvə olur orada onun. Uyğunluq, yəni xaraktercə bənzəyirlər bir-birinə bu mənada. Bilirsiniz necə? Psixoloji cəhətdən
təxminən eyni və ya da yaxın yerdən baxırlar. Ona görə də psixologiyada Erik Berne'nin nevrotik cütlüklər nəzəriyyəsi var. Elə qəşəng, elə bil qazan qapağa, nə bilim açar qapıya uyğun olaraq elə qəşəng gəlib bir-birini tapırlar. Məsələn, biri zülm edən, biri də zülm istəyən. Hə, bu mənada. Misal. Gəlir, o onu tapır, o da onu tapır. O onu öz qurbanını tapır, bu da onsuz da qurban olmağa adam axtarırdı da gedir onu tapır. Yəni çox qəşəng tapışırlar da bunlar bir-birləri ilə. Bu müsbət halda da belədir. Yəni mövcud fərqindəlik səviyyəsi ilə ancaq o səviyyədə və ya o səviyyəyə yaxın bir adamla birlikdə ola bilərsən. Kim ki deyir ki, mən onu tanımırdım, nə bilim, başqa cür çıxdı, falan belə, elə deyil. Ya bu adam əsas problemlər bilirsiniz nə vaxt başlayır? Məsələn, ailə problemləri. Düzdür, bir mənalı olaraq deyə bilmərəm, qadınlar belə, kişilər belə, amma əsasən gördüyümüz odur ki, qadınlar dəyişikliyə daha çox meyillidirlər. Baxın, bir mənalı demirəm, ümumiləşdirmirəm, amma daha çox etibarilə deyirəm. Bu daha çox təlim keçirik. Daha çox təlimlərə kimlər qatılır? Qadınlar. Yəni, böyük əksəriyyət qadınlardır. Daha çox psixoloqa kimlər? Qadınlar. Qadınlar dəyişikliyə daha meyillidirlər. Nəinki kişilər. Kişilər daha mühafizəkarlığa meyillidirlər, tutmağa meyillidirlər, saxlamağa meyillidirlər. Qadınlar daha dəyişdirməyə meyillidirlər. Dəyişdirmək istəyirlər. Deyirlər ki, yeni bir şey çıxdı, biz bunu yoxlamayaq ki. Və bax, orada nə olur? Biz ailə qurduq, ikimiz də eyni beyində idik də, qurduq bu ailəni. Ona görə qurduq onsuz, ona görə bir-birimizi tapdıq. Sonra zaman keçir, qadın fərqindəlik dərəcəsi olaraq, psixoloji olaraq inkişaf etməyə başlayır. Kişi yerində sayır. Əslində yerində saymaq da yoxdur da, geriyə gedir. Bu səfər onlarınki bir-birindən tutmamağa başlayır. Artıq qadın deyir ki, yox, bu o deyil. Əslində o odur. O deyil. O inkişaf edib. Artıq inkişaf elədikcə fərqindəlik dərəcəsi çox çətindir. Yəni həqiqətən o yüksək dərəcəli birisi ilə aşağı dərəcəli birisinin bir yerdə yaşaması, bir yerdə işləməsi, bir otaqda oturması, dostluq eləməsi, zaman-zaman dostlar dəyişir. Niyə? Artıq deyirsən ki, mənimki, niyə ondan ayrıldım? Ondan tutmur bizimki dediyimiz nədir? Bax, o fərqindəlik dərəcəsidir. Artıq görsən ki, yox. Bunun tutduğu həyat yolu ilə maraqlar, meyillər, söhbətlər, fərqindəlik, psixologiya üst-üstə düşmür. Heç yaxın da gəlmir. Ona görə başlayırsan ki, yox, o dəyişdi, o belə oldu və yaxud da bəziləri daha da fərqindədir. Məsələn, deyir ki, yox, o dəyişmir də. Yəni, məsələn, məndə dəyişikliklər var. Bax, mən filan şeyə əsəbləşirdim, filan vaxtı duyğularımı idarə edə bilmirdim, özümü itirirdim, bu belə eləyirdim. Amma indi artıq fərqindəyəm, bunu belə eləyirəm, bunu belə. Bu fərqində olduqca baxıraq o təkrar davam edir axı ona. Bu da dünən onu eləyirdi, ha. Amma artıq onu götürə bilmir. Zikr və dua haqqında fikirlərinizi bilmək istəyirəm. Məsəl üçün, İslamda bu çox istifadə olunur da. Deyirlər ki, məsələn, Fatihəni 15 dəfə oxu və yaxud da ki, bəzi surələr var, oxu, bəzi zikirlər var, bunları gündə 70 dəfə. Hətta bir dəfə biri video çəkmişdi, qarşıma çıxdı, deyir, 12.000 dəfə hansısa Quran ayəsi vardı, unutmuşam. Onu 12.000 dəfə təkrarlandıqdan sonra artıq bəsrətin açılırmı dedi, cinmi görürsən dedi, belə bir mistik bir ifadə işlətli. Sizdən soruşmaq istəyirəm ki, zikir, istər İslami zikir olsun, yəni mən zikri bir söz kimi baxıram da, bunların təkrarlanması, təlkin olunmağı insan həyatını dəyişə bilərmi? Deməli, bayaq sözün qüdrətindən danışdıq, yəni sözün bir gücü var. Əlbəttə ki, nə dedik, yəni necə danışarsansa, onları yaşayarsan. Başını sözü kəsəm. Zikirdə biz ərəbcə deyirik və çox vaxt da mənasını bilmirik. Yəni bu aspektdən baxmağınızı istəyirəm. Bax, deməli, dediyim kimi, bir sözün qüdrəti, biz bunu qoyduq bir kənara. Bir tərəfdən də inanc önəmlidir orada. Bayaq dedim, nə deyirsənsə de, arxadakı proqram önəmlidir. Mən dini cəhətdən deyə bilmərəm. Çünki ilahiyyatçı deyiləm, yəni o şeyi araşdırmamışam, bilmirəm də, bilmədiyim şeydə necə şərh verim ki. Ancaq psixoloji cəhətdən bunu bilirəm ki,
Nə deyirsən de, arxadakı inancla bağlıdır. Əgər bu belə eləyəcək və də bu belədir deyə deyirsənsə, onun nəticəsini alarsan. Çünki arxada o proqram gedir ki, bu budur, vəssalam. Bu söz buna səbəb olur, qutardı getdi. Amma vay o hala ki, bayaq dediyiniz 12.000 dəfə filan şeyi deyəsən, neçə oldu, 12.000, nə oldu, heç nə olmadı. Deyirsənsə, deməli sən başdan alverlə başladın. Və başlayıram 12.000-ə. Bax ha, yaxşı xahiş edirəm, olsun da o. Elə olmur, hər şey olmur. Və psixoloji cəhətdən bunu bilirəm, amma bax dini cəhətdən demirəm. Bir ilahiyyatçı desə ki, yox, bu belədir, bu da bu şəkildə sübut olunubdur, mən ona bir şey deyə bilmərəm. Çünki onun Bir ilahiyyatçı desə ki, bu da inanc məsələsi deyil. Bu təbiətin qanunudur. Bunu bu qədər deyirsən, istir ateist ol, istir inanclı ol, bu baş verir. Yox, bunu sübut eləməlidir də. Yəni sübut arqumentlərlə eləməlidir, hə. ortaya qoysa, əlbəttə ki, niyə inanmayaq ki biz buna? Arqumentlərlə ortaya qoysa inanacağıq da. Amma yəni mən demək istəyirəm ki, nəyə görə bunu deyirəm? Bəlkə orada bilmədiyimiz hansısa başqa nüanslar var. Biz indi burada hər şeyi bilirmiş kimi davranmağın bir mənası yoxdur da. Bəlkə orada başqa bir nüans var ki, mən onu heç bilmirəm. Bildiyim qədəri ilə deyirəm ki, arxada hansı inanc varsa, o işləyəcək, o proqramdır. O proqram işləyəcək. Yəni mən buna inanıramsa, bu arada bunu da deyim, beyin üçün zaman yoxdur, zaman anlayışı. Beyin üçün keçmiş də yoxdur, gələcək də yoxdur. Məsələn, belə eləsən, belə olacaq, beynin işi deyil. ehtimal ki olmayacaq. Beyin bilsiz nə ilə maraqlanır? Bu dəqiqə necədir? Yəni biri var deyəm ki, hər şey yaxşı olacaq. Nə deməkdir? İndi demək ki, hər şey yaxşı deyil. Düzdür? Bu bunu göstərir də. Demək ki, indi hər şey yaxşı deyil. Bax, beyin ona işləyir. Beyin ona işləyir ki, indi hər şey yaxşı deyil. Onunla gedir. Hər şey yaxşı olacaqla getmir. Onun üçün keçmiş və ya gələcək yoxdur. İndi ilə yaşayır. İndidədir o. Zaman məfhumu yoxdur da onun içində. Ona görə də mən belə eləyim, belə olacaq, ehtimal ki olmayacaq. Cəh elə deyil. Bir də var ki, mən bunun içərisində belə deyirəm. Yəni bu alver yaxşı deyil də. Belə yəni məsələn mən bu qədər 12.000 dəfə bunu deyim ki, həyatımda falan şey belə olsun. Elə ondansa həyatımda falan şey belədir. Üstünə də 12.000 dəfə bunu deyirəm. O qədər inanır ki, elə olduğuna. O adam onsuz da 12.000 çatdırmasa da yaşayır da onu. Nə ehtiyac var ki? Bildiniz necə? Yəni üstünə inancı, indi onun inancı var. Deyir ki, mən zikir eləməliyəm, dua eləyirəm falan. Onun üstünə bir də o da gəlir. Bundan ona bir tac geyindirir elə bil ki. Amma arxada o ona inanır. Bir söz var, bir hekayə deyək də, yağış duasına çıxırlar, bir dənə uşaq çətir götürür. Bax, onun kimi. Niyə çətir götürür? Çünki inanır ki, bura gedirik, burada belə eləyəcəyik və yağış yağacaq, bizə belə. Heç kim çətir götürməyib. Bax, budur məsələ. Ya orada arxada nəyə inanırsansa, nəticədə yaşayacağın şey odur. Əslində, onsuz da sən elə inanmağa başlayanda onu yaşayırsan da. Yəni, oxuyum ki, savadlı olum. Filan yerə qəbul olmaq üçün filan şeyə hazırlaşım, yox. Filan yerə qəbul olmuş kimi hazırlaş. Görün hansı daha çox effekt verəcək. Nə olmaq istəyirsənsə, o olmuş kimi davran. Elə olmuş olacaqsın. Bu, inanmıramsa, yoxlamaq üçün eləyirəmsə, kimlərisə, nə bilim, göydəki qüvvələri, nə bilim, enerjini, kainatı, Allahı, nə bilim, kimə inanırsansa da, onu sınamaq üçün girişmisənsə söhbətdə, o sənə qalib gələcək. Hər şey olmur. Sınama da, yəni get bunu elə. Bəzən insanlar doğru davranmalarının, əxlaqlı davranmalarının mükafatını gözləyirlər. Mən deyirəm ki, niyə belə elədim? Mən sən heç vaxt yalan danışmamışdım axı. Yalan danışmamışam da, heç vaxt. Yəni, yaxşı iş görmüşəm də, mən düzdür. Mən səndən niyə nəticəsini gözləyirəm ki, səndən niyə bir şey gözləyirəm ki, amma sən mən yalan danışa bilərsən də.
Normaldır da bu sənsən, bu da mən. Düz deyil. Bəli. Mən deyirəm ki, mən bu həyatda həmişə düz olmuşam. Gözəl. Onsuz da bu sözü çox təkrar eləyirəmsə, ehtimal ki, problemlər var onsuz da. Yəni mən niyə bu qədər təkrar edirəm ki, düz olmuşam, düz olmuşam. Deyirəm ki, mən düz olmuşam. Mən heç vaxt həmişə belə düzlüklə getmişəm. Amma bu da nəticəsi. Gördün indi hardayam? Bax, ona görə deyiblər, düz düzdə qalır. Deyirəmsə, mən düz olmuş sayılmıram. İnsan etdiyi əməl yaxşı əməldən peşmandırsa, o əməli etmiş sayılmır. Vallahi sayılmır. Neysən ki, Gözəl söz, onsuz da gözəl peşman söz. oldun da. İnsan etdiyi yaxşı əməldən peşmandırsa, Hə, əməl onu çox da etməmiş eləmiş sayılır. sayılmaz. Və insan deyək ki, əxlaqlı, düzgün davranışının nəticəsini, mükafatını, qarşılığını başqa insanlardan gözləməməlidir. Bu mənim həyat tərzimdir, mənim xarakterimdir, mənim əxlaqımdır. Mən belə davranıram. Bunun qarşılığında gördün, sən ona düz danışdın, amma o sənə yalan danışdı. Hə də, bəli. Mən ona düz danışdım, o da mənə yalan danışdı. Bəli. Çünki mən mənəm, o odur. Yəni mən niyə düz danışdığıma peşman olum ki? Və yaxud da niyə mən düz danışıramsa, sən də mütləq düz danışmalısan? Belə bir şey yoxdur da. Bəzən biz valideynlərlə işləyəndə belə bir şeyə rast gəlirəm. Məsələn, deyirəm ki, uşaqla belə davranmaq lazımdır da. Bax, buna belə eləyin, belə eləyin, belə eləyin. Konsultasiya veririk də. Deyir ki, bax bu hərəkətlər düzgündür. Valideyn deyir ki, və ya deyir, ya da gözləri ilə deyir, sonra danışırıq da biz. Ki, belə eləsəm, yəni düzələcək. Nə düzələcək ki? Sual budur. Mən sizə düzgün davranış qaydalarını öyrədirəm. Siz səhv eləyirsiniz. Mən sizə deyirəm ki, bu səhvdir. Burada düzgün davranın. Bitdi. Sən burada işin bitdi də. Düzgün davrandığına görə uşağına nə gözləyirsən ki? Bildiniz nə demək istəyirəm? Yəni, mən düzgün davranıram. Mən belə yanaşmaq lazımdır, belə yanaşıram. Nəticəsində o belə davrandı, elə davrandı, mən neyim? Mən düzgün davranıram da. Əlbəttə ki, düzgün davranıramsa, yəni qarşılıq da düzgün gələcək, o heç. Amma deyək ki, bəzi hallarda yenə mən heç bir şey istisna eləmirəm də. Bəzi hallarda yəni buna adekvat bir qarşılıq almadım mən. Mən o zaman düzgün davranışımdan niyə vaz keçim ki? Bəli, aydındır. Yəni ümumiyyətlə belə bir problem də var. Ümumiyyətlə insanlar nə istədiyini də bilmirlər bəzən. O çətinlik də həmişənin problemidir də, yəni. Nə istədiyini bilməmək də, yəni. Bu problemdə də var. Və yaxud da məsələn iş yerində müdür, idarəçi müdür çox gözəl davranır iş yoldaşı ilə deyək. Amma o deyək ki, gecikir, nə bilim, məsuliyyət səlahiyyətlərini düzgün yerinə yetirmir falan. Bu zaman müdür bir qərar verə bilər əlbəttə ki. Yəni deyək ki, işçisini işdən çıxarda bilər və yaxud da hansısa bir nəsə tətbiq edə bilər. Amma bunu deməməlidir. Mən səndən həmişə yumşaq davranmışam. Sən niyə işə gecikirsən? Yəni onunla nə əlaqəsi var ki? Burada da həm də riyakarlıq var əslində. Mən onu buna görə görürsünüz, ona görə deyirəm eləmiş sayılmırsan da. Ona görə deyirəm. Yəni məsələn, yəni mən sən düzgün davranmışam, xoş davranmışam. Demək ki, mən səndən gecikməmək gözləyirdim, ona görə belə eləmişəm ki, bununla əlaqəsi yoxdur. Deməli, xoş davranmaq ümumiyyətlə sənin xarakterin deyil. Yəni bir mənfəət üzərinədir. Elmir bəy, bizdə bir rubrika var. Sual verirəm, siz 3 dənə cavab verirsiniz. Misal olaraq hamıya verdiyim sizi dəyişən 3 kitab. Bundan başlayaq, sonradan suallara davam edək. O bir suallara. Bütün qonaqlar 3 dənə kitab deyir, bəzilər 5 dənə deyib, 6 dənə deyən də olub. Normalda 3 dənə soruşuram. Sizi dəyişən 3 kitab. Kitab adları deməliyəm, yoxsa müəllif adları desəm bəs eləyir? Müəllif kitab adları desəz daha yaxşı olar Çünki bilirsiniz nətər seçmə məsələsi var. Yəni necə seçim deyə onu düşünürəm. Yəni o biri kitab heyf olacaq. Ona görə mən deyim siz mənə dayandırın. Tamam. 5-6 dənə deyim siz 5-6 dənə. Tamam, okey. Biz kitab deyəcəm. İmam Qazani Dil Bəlası kitabı. Birini mən deyim, elə davam eləyək. Sizin sahəyə də yaxında, ona görə dedim. Söhbət tez ağlıma gəldi.
Məncə oxumaları məsləhət görərsiniz. İmam Qəzzalinin Dil Mən Bəlası kitabı. oxumamışam, yəni Ha. siz məsləhət görürsünüzsə. Biraz oxumuşam, çox ağır kitab idi. Həqiqətən siz bir söz işlətsiniz, dediniz bir yerdən sonra insan danışmır. Mən onu oxuyandan sonra başa düşdüm ki, mən bunu bitirsəm danışmayacağam. Ona görə çox çətindir, yəni. Hər şeydə düşünməlisən, da bunu dedim bu olacaq. Ona görə biraz çox dedim ki, bu hələ tezdir mənə, hələ qalsın. Deməli Mustafa Mərtərin Nəfs psixolojisi kitabı var, qalın kitabdır. Eyni müəllifin 900 qatlı insan kitabı var. Onda Mövlanədən alıbdı adını, 900 qatlı insan. Alfikonun insan təbiətin, türkcə deyim də, türkcə oxumuşam. İnsan doğasının aydınlıq yüzü və digər kitabları deyim, daha uzatmayım. Adəm Günəşin kitabları, xüsusilə Kəndini Aff Et, böyüklərlə bağlı olan bir kitab və uşaq tərbiyəsi ilə bağlı kitabları. Eyni şəkildə Haticə Kübra Tonqarın uşaq tərbiyəsi ilə bağlı kitabları. Çünki uşaq tərbiyəsi ilə bağlı oxunan kitablar həm insanın öz uşaqları ilə əlaqəli oxuduğu kitablardır. Amma həm də öz uşaqlığı ilə əlaqəli oxuduğu kitablardır. Axı biz uşaqlıq yaşamışıq, necə bir şey yaşamışıq və yaşadığımız nəyə səbəb ola bilər, onu öyrənmiş oluruq oralardan. Alice Miller'in kitabları, başlanğıcda eğitim vardı. Məsələn, məktəb necə əmələ gəlib, biz təhsillə uşaqları nə günə qoyuruq, bu barədə kitabdır. Çox var, yəni atomik vərdişlər bu bilinən kitabdır, yəni məşhur kitabdır. Əlbəttə ki, NLP ilə bağlı olan kitablar. Birini də deyim, Tony Robbins, Anthony Robbins deyə gedir kitablarda. İçindəki divi oyandır, oyat, bir də hüdudsuz güc deyə tərcümə edilibdir. Yəni sınırsız güc, türkcə desək, və dev adımlar deyə 3 kitabı nəşr olunubdu onsuz da onun. Sizcə düşüncəni kökündən dəyişən 3 NLP texnikası hansıdır? Biz bütün xatirələri ya da bütün yaşananları NLP-də təmsil sistemlər deyilir, duyğu orqanları vasitəsilə qəbul edirik də. Bu duyğu orqanlarımızın da bəziləri daha çox işləyir, belə deyim. Məsələn, vizual olaraq biz nə isə vizuallaşdırdıq, düzdürmü? Biz hər hansı bir şeyi düşündük, bu düşüncə mütləq vizuallaşdırılır beynimizdə. Vizuallaşdırılmayan düşüncə yoxdur. Mütləq orada bir vizuallaşma gedir. Gözümüzün qabağına nəsə gəlir. Bax, o gözümüzün qabağına gələn hər hansı bir şey ki, nə boydadısa, tutaq ki, mənfi bir şeydən danışırıqsa və gözümüzün qabağına mənfi bir mənzərə gəldi. Onu beynimizdə kiçiltmək. Yəni böyük bir şeydir o. Bizə nə qədər təsir edirsə, beynimiz o qədər böyükdür, ona görə təsir edir. Onu uzaqlaşdırıb, mümkünsə uzaqlaşdırdıqsa kiçiləcək onsuz da. Lap kiçik bir hala gələnə qədər özümüzdən uzaqlaşdırırıq. Və onun təsiri avtomatik olaraq azalır. Zeynimizdə onu balacalaşdırmağa çalışır. Bəli. Balacalaşdırmaq üçün uzaqlaşdırmaq daha yaxşıdır. Uzaqlaşdırmadan balacalaşdıra biliriksə, o da olar. Amma əgər balacalaşdıra bilmiriksə, uzaqlaşdırsaq, o avtomatik balacalaşacaq. Bu bir. İkincisi sözlər. Məsələn, bir həftə müddətində belə bir texnika işləyə bilərik ki, özümüzlə. Yalnız müsbət sözlərdən istifadə edəcəm. Heç bir mənfi söz, bax cümlə demirəm, amma mənfi söz deyirəm. Heç bir mənfi sözdən istifadə edəcəm, ancaq müsbət sözdən istifadə edəcəm. Və bir də inkar feillərdən istifadə edəcəm, ancaq təsdiq feillər. Yəni eləməyəcəm, deməyəcəm. Çətin olar, yox. Əlbəttə. Söz ehtiyatı zəif olan adam üçün çox çətin olacaq. Asan deyil və bu o demək olacaq ki, onsuz da həm danışıq tempi aşağı düşəcək. Sən çox danışa bilməyəsən. İstərsəməz az danışasan, onsuz az danışırsansa bil ki, bunu eləyirsən.
Bir də başqalarına qəribə görünməlisən. Elə deyil? Yəni sən bir şey sual versən, cavab verəcəm, fikirləşirəm, deyirəm ki, hə, e, belə danışıram da, çünki axı fikirləşə-fikirləşə danışmalıyam. Üstəgəl, əgər çaşdım, deyək ki, bir mənfi söz işlətdim, tez deməliyəm bir dəqiqə qayıdıb onu fikirləşməliyəm, təzədən onu müsbətlə əvəz eləməliyəm, təzədən deməliyəm. Belə bir prosesdir bu. İstər-istəməz, yəni vaxt alan, enerji tələb eləyən bir prosesdir. Çətin demirəm, çünki çətin də mənfidir. Amma enerji tələb edən bir prosesdir. Bu da bir texnika, çünki burdan biz bunu görə bilirik. Mən özümü nə günə qoyurmuşam? Bunu görürük. Bu danışıqlarla da mən nə gözləyirdim ki? Nə yaşamalıydım ki mən? Və onu deyirəm də əvvəldən bəri ki, biz düzgün danışmırıq. Bizim danışıq şeyimiz mənfidir. Bunu bir həftə eləsinlər. Mütləq və kommentlərdə yazsınlar nəticələrini, görək, təcrübələrini yazsınlar. Bəli, bu yaddan çıxdıqca da təkrar Təkrar. dönsünlər, davam eləsinlər. Yaddan çıxsa dönsünlər, davam eləsinlər. Bilmirəm, Nə həyat gözəl tərzi olar olar da. ki, bunu biri ilə eləsələr. Ən azı bir nəfərlə, məsələn, ona da desələr, Hə, o da iki bu nəfər işlərdən deyərlər. maraqlanan birisi olsa, amma da psixologiyanı söyən adam olmasın da, maraqlanan birisi olsun və bir yerdə desin ki, gəl bir-birimizdən danışanda, çünki biri o birisində tuta bilər də, belə ki, bir dəqiqə sən bunu dedin, əyləncəli bir oyun formatında ola bilər də bu. Gözəl. Üçüncü texnika. İki möhtəşəm texnika. Üçüncü nə deyərdiniz? Üçüncü texnikada bayaq dediyim bu təmsil sistemlərindən bəzi insanlar vizuallaşdırır, bəzi insanlar audial olaraq səslə nə isə dərk eləyir, öyrənir, yadda saxlamağa meylli olur. Yəni məsələn, deyək ki, bizi hal-hazırda izləyən, izləmək, bizim görüntülü bir şəkildə danışmağımız vizuallar üçün çox-çox faydalıdır. Görərək yadda saxlayırlar onlar çünki. Audiallar isə bax podkast onun üçündür. Sadəcə vaxtın yoxdur, maşında gedəndə qulaq as, telefonda qulaq as deyil. Audiallar üçün görüntünün elə bir əhəmiyyəti yoxdur. Amma səsin çox əhəmiyyəti var. Məsələn, səsin onun xoşuna gəlmirsə, səs o deyilsə ki, onu o daha qəşəng bilir, dinləmir onu. Nə qədər faydalı olur olsun. Çünki onsuz da beyninə girməyəcək, öyrənməyəcək. Ona görə insanlar, bunu da insanlar bilirlər. Əsasən ki, mənim üçün səs nə qədər vacibdir, mənim üçün görüntü, mən necə öyrənə bilirəm. Audiallar üçün deyək. Hə bir də onda bunu demişkən, qoy bir dənə dördüncü də olsun da kinestetiklər üçün də deyək. Yəni o bəziləri də var ki, toxunaraq öyrənirlər, daha təcrübə edərək öyrənməyə meyllidirlər, emosional tipdilər. Bunlar da duyğularla daha yaxşı öyrənirlər. Onda onlar da, yəni audiallar özlərinə görə, kinestetiklər özlərinə görə. Məsələn, audial hər hansı bir şeyi xatırlayanda orada mütləq səs xatırlayır. Bayaq da deyək, düşüncəni dəyişdirmək üçün deyirik də biz bunu. Deyək ki, bu mənfi bir düşüncədir, yəni mənfi bir səsdir. O səsi ona təsirinin necə olmasını istəyirsə, o şəklə sala bilər xəyalında. O istədiyi şəkildə səslə manipulyasiya eləyə bilir. Çünki səsə qarşı həssasdır axı, səsə istədiyini eləyə bilir o. Məsələn, o səsi komikləşdirə bilər. Nə bilim, o səsi toyuq səsinə oxşada bilər. Pişik səsinə oxşada bilər filan. Belə, bu şəkildə eləyə bilər. Kinestetik də o yadına saldığı xatirə ona hansı duyğunu verirsə, o duyğunu dəyişdirə bilər. Yəni o hansı duyğunu hiss eləmək istəyir. Üstə ki, belə bir duyğu hiss eləməsin, belə bir duyğu hiss eləsin. Və kinestetiklər adətən bədəninin müəyyən bir yerində onu doğrudan da hiss eləyə bilirlər. Məsələn, o deyək ki, bədənin hər hansı bir yerində bir ağırlıq hiss eləyir. Bu zaman bu ağırlığı yüngülləşdirmək üçün nə edə bilərəm? Bəlkə ondan biraz parçalayım, bu tərəfə atım. Bəlkə bu tərəfləri eləyim. Aha, biraz yüngülləşdi. Orada bir dənə tərəzi qurum, bunu eləyim, onu. Bax, bu şəkildə manipulyasiyalarla o duyğunu dağıda bilər. Mən bir psixoloqla söhbət edirdim. Mənə dedi ki, orada mən filan sözü dedim, sən mən qardaşım durmuşduq.
unutdum, yadıma düşmür. Deyir, yox, sən falan dedin, mən də falan cavab verdim. Bütün dialoqu danışdıq, xeyir olmadı. Qayıt ki, falan yerdə oturmuşduq. Deyirəm, bildim. Ay, Adam yadına düşdü ki, mən vizualistəm də. Yəni mənim görüntü yadımda qalır. Mən nə danışmısınız, nə bir dənə prosta dedi ki, yadıma düşür falan şeyin qat dedim, ayda, hə, biz oradan danışmışıq. Yer yadımdadır, amma dialoqlar yadımda deyil. Və mən universitetdə hazırlaşanda mən bilmədən edirdim bunu. Məndə bir gözümün qısa şeyi var da, yəni baxıram, sonra getdi də. Yəni mən bir adamı 20 il görməyim. skan elədiniz, qaldı. Skan elim qalır da və universiteti tələbə yoldaşlarım bilirlər. Mən imtahana 5 saat qalmış imtahana hazırlaşan adam idim da. Yəni açırdım, tez-tez baxırdım. Bir qəribə bir xüsusiyyətim var, vizualistəm. Vizuallıq demək ki, çoxdur. Gözəl görüntü məni özünə çəkir. Mən bir verişə baxanda onun kalibriyası aşağı, yəni keyfiyyəti aşağısı mən baxa bilmirəm ona. Yəni dizaynı gözəl olan yerlər. Hə, bir yerə gedəndə onun görüntüsü çox qəşəng olmalı. Xidmət sıfırda olsa da, ya problem. Mən orada daha rahat hiss edirəm. Siz dediyinizə qüvvət olaraq. Və bu mən düşünürəm ki, anadan gəlməlidir və bu insan Anadan gəlmədi. Sadəcə burada tövsiyəmiz o olur ki, insan digər duyğu orqanlarını da inkişaf elətdirsin. Anadan gəlmədi olmağına. Amma nə olur? Əgər biz bir dənəsinə ilişib qalırıqsa və bir dənəsindən çox istifadə eləyiriksə, o birlər körçalır. Bunların tarazlıqda inkişaf etməsi daha gözəldir, daha arzu olunandır. Əlbəttə, yəni o birlər də Yəni tutaq ki, misal 100% üzərindən getsək, əgər vizualınız 80, digərləri 10-10 çıxırsa, bu yaxşı deyil. O biri duyğu orqanları da var axı. Və bu başqalarını anlamada da yaxşı deyil. O zaman kinestetik birisi ilə ünsiyyət quranda alınmayacaq. Hə. Nə bilim, audial birisi ilə ünsiyyət quranda anlamayasınız da onu. Yəni onun həssas nöqtəsini anlamayasınız. Əgər aşağıdırsa. Gərək indi tam ideal olmasa da, heç olmasa bir-birinə yaxın olsun. Onun da bu arada texnikaları var. Yəni o duyğu orqanlarının inkişafı üçün texnikalar var. Siz Instagram səhifənizdə bu haqqda məlumatlar vermisiniz. İnşallah izləyicilər də girsinlər, baxsınlar, maariflənsinlər. Və mən bütün peşəsindən asılı olmayaraq Instagramda və sosial şəbəkələrdə pulsuz töhfə verən bütün hər kəsə təşəkkürümü bildirirəm, peşəsindən asılı olmayaraq. İnsanların buna ehtiyacı var. Çünki hamının, bəzi insanlar düşünürlər ki, mən bu videonu qoydum, nə olacaq? Bir insan həyatı dəyişir bəzən ki... Bəli, biz bilmirik. Yəni, bilmirik ki, hər şey rəylərdə olmur. Hər kəs rəy yazmır. Yazmır, bəli. Yəni, və yaxud da hər bir ifadə o an təsir etmir. Bəzən bir şey eşidir, yəni eşitdi, getdi. Amma uzun bir müddət sonra, bəlkə aylar sonra onun həyatında elə bir nöqtədə o cümlədən istifadə edir ki, bəlkə heç özü də bilmir o cümləni hardan eşitmişdi. O cümləni deyən adam da bilmir ki, nə oldu bir adamın həyatında onun cümləsi necə bir təsir oyatdı. Məsələ sosial şəbəkələrdən faydalı şəkildə istifadə eləməkdir. Mən bunu paylaşıram. Niyə? Bu niyə sual çıxır? Yəni onda çox xahiş edirəm sizdən, deyə bilərsiniz, insanlar nələrə qulaq asdıqlarına diqqət eləsinlər. Bunu biraz elmi tərəfdən də izahən verin. Bəlkə biraz qorxalar, hər şeyə qulaq asırlar və hər şeyi dinləyirlər və siz indi yəqin izləmirsiniz, bizim işimiz odur. YouTube-da baxırıq da, vəziyyət çox pisdir. Mən əvvəlki podkastda da demişdim ki, insanlar televiziyan qınayırdılar ki, bu nə biabırçılıqdır, bu nə biabırçılıqdır. YouTube gəldi və gördük ki, elə YouTube-da da həmin biabırçılıqdır. Həmin o qınayan adamlar bu dəqiqə YouTube-da çox səviyyəsiz işlərlə məşğuldurlar. Mən indi sizin də sahəyə uyğun qulaq asdıqları şeylər belə onların, yəni danışdığı şeylər biz danışdıq. Qulaq asdığı şeylər də belə onların psixologiyasını və həyatını dəyişə bilər. Şüuraltı odur da, əlbəttə ki, yəni dinlədiyimiz hər hansı bir səs, söz, bunlar hamısı bizim şüuraltımıza təsir göstərir. Sadəcə belə bir məsələ var da, biz kiməsə bunu dinləmə, buna qulaq asma deyə bilmirik. Niyə görə? Çünki bu da münasibətlər kimidir. İnsan özünə uyğun olanı axtarır, tapır. Bizdə geniş kütlüyə bunu dinləmə deyə bilmərik. Çünki geniş kütlə ziyalı deyil. Və ora fokuslana bilmərik.
Bəli, hər zaman zibillik də olacaq, gülçək bağ da olacaq. Amma hər kəs özünə uyğun yerə gedəcək. Sosial şəbəkələr elə bir platformadır. Yəni biraz belə sərhədsiz kimidir də. Sanki sərhədsiz kimi. Onun da bir sərhəddi var, amma sanki sərhədsiz kimidir. Və yaxud da onu idarə edənlər orada sərhəddi müəyyənləşdirirlər. Yəni onlara görə tutaq ki, filan bir məsələ əxlaqsızlıq deyil, problem deyil, amma filan bir məsələ problemdir. Amma bəlkə də bizim mədəniyyətimizdə bu daha problemdir, nəinki bu biri. Bu insan özünə uyğununu axtaracaq, tapacaq, ona görə gedəcək. Amma bunu bilməlidirlər ki, xüsusilə də məsələn burada iş görür, deyək ki, bir qadın. Orada səs gedir. Televizor açıqdır, ya YouTube-dan da nəsə qoyub. Onsa çox televizora baxan yoxdur da YouTube-u qoyurlar. Orada nəsə qoyub gedir. Sadəcə səsini eşidir də, evdə səs olsun deyirik belə. Yəni onun ona, bəlkə də axırda soruşsan ki, nə oldu orada, nə baş verdi? 2 cümlədən artıq deyə bilməyəcək. O ona təsir eləmədimi? Elə bir şəkildə təsir göstərdi ki, hətta şüurlu olaraq dinləmədiyinə görə oradan aldığı informasiya birbaşa şüur altına gedir. Ona görə deyirəm ki, sabah o aqressivliyin səbəbini o birinin ona nəsə eləməyində görür. Amma o deyil. Nə bilim, filan depressivliyinin səbəbini həyatında yaşadığı hər hansı bir o son hadisədən görür. Tutaq ki, işdən çıxmağında görür. Amma elə deyil. O son hadisə buna səbəb ola bilməz. Burada yığılan nələrsə var. Əlbəttə ki, mən gedib onu son hadisəyə bağlayacağam, çünki özüm də xəbərim yoxdur, nə buna səbəb oldu. Amma bilmək lazımdır ki, nəinki sosial şəbəkələrdir, oturub durduğumuz adamlarda da. Bizim eşitdiyimiz hər söz, danışılan hər məsələ bizim şüur altımıza gedir oturur. Və təəssüf ki, sosial şəbəkələrdə də bu şeylər çox tirajlanır. Bunun indi marketinq tərəfi var. Nə bilim, media falan, yəni burada bu öldü, burada bu belə oldu, elə oldu. Məsələn, mən də onları təsvir eləmək istəmirəm də. Mənfi informasiyaların təsviri. Mənfidən danışaraq, mənfini dinləyərək, mənfi ilə oturub duraraq müsbət nəticə əldə etmək mümkün deyil. Gözəl. Onda bizim podkastın formatında uyğun ümumiləşdirsək ki, uğurlu olmağın sirlərindən biri nə etdiklərimizdən daha çox eşitdiklərimiz, danışdıqlarımız və gördüklərimizdən də. Çünki eşitdikləriniz, danışdıqlarınız və gördüklərinizi etməyə meyillisiniz. Hərrənib, fırlanıb onu eləyəsiniz. Həqiqətən çox maraqlıdır. Dünən dəhşətli dərəcədə tənqid etdik bir şeyi insan bugün edə bilir. Niyə? Çünki onun şüur altında qalmışdı. Niyə? Deyək ki, ekstremal vəziyyətlərdə xüsusilə şüur altı ortaya çıxır. Ekstremal vəziyyətdə sən filan addımı atdın. Hansı ki, bunun 10 dənə seçimi var idi da, başqa şeylər də eləyə bilərdin. Niyə bunu elədin ki, mənfi mənada? Niyə bu hərəkəti elədin? O hərəkəti bilməsəydi, eləyə bilərdi o insan. Və daha çox paylaşılan, daha çox deyilən məsələlər avtomatik olaraq normallaşır. Dünən eşitsəydin dəhşətli reaksiya verəcəyin, bəlkə də bir müddət özünə gəlməyəcəyin bir məsələni bugün belə-belə keçirsən. Bu da insani bir çox duyğunun ölməsi və ya zəifləməsi ilə nəticələnir. Ölür ha, duyğuların içərisində də duyğular var. Bəzi şeylər ölür və artıq sən onu hiss etmirsən. Sadəcə olaraq hiss eləmirsən. Biri başına bir şey gəldi, yəni deyirsən, eşitdin də filan kəsdə belə oldu, qutardı, bitdi. Bu qədərlə mi bitməli idi? Normal insani reaksiya beləmi olmalı idi? Çünki bir də psixologiyada yanlış anlaşılan məsələlərdən biri sanki mənfi deyirlər ona, yəni bəzi insani duyğular var. Bu sanki mənfiymiş kimi aman-aman onu hiss eləmə. Pozitivlik bütün günü gülüb oynayıb, nə bilim, bu deyil də pozitivlik. Pozitivlik məsələlər pozitiv yanaşmaq deməkdir. Hər zaman müsbət tərəfindən baxmaq deməkdir. Çünki onsuz da hər zaman müsbət tərəf var.
Yoxsa pozitivlik elə yəni necə gəldi, hə belə yəni səbəbsizlə belə bu deyil də, yəni Daha çox müdriklikdir də, bəlkə pozitivlik. bir növ bəli, olmaq. müdriklikdir, inancdır, güvəndir, həyata güvəndir. Yəni hər zaman bir yaxşısı var. Hər zaman bir gözəl tərəf var. Müdriklər də nəyə kədərləndiklərini də bilirlər. Onların kədərləri belə səviyyəlidir. Yəni mən Kədər baxıram. çox gözəl dediniz. Yəni biz o kədər və yaxud da daha müqəddəsindən, daha böyüyündən götürsək dərd. Dərd çox böyük bir anlayışdır. Bu başqa bir şeydir. Mən indi burada qısa onu deyə bilmərəm. Çox böyük bir səviyyədir. Amma biz artıq elə bir şeyə dərdlənib, elə şeyə dərdlənmirik ki, bu mövcud səviyyəni göstərir. Son olaraq Elmir bəy, bütün qonaqlara verirəm. Bütün qonaqlar da maraqlı cavablar gəlirlər. Son sualımızdır və bu şablon hər dəfə verdiyim sualdır. Təsəvvür edin, sizdə bir mikrofon var və bütün Azərbaycan sizi dinləyir və nə desəniz eləyəcəklər. Bütün Azərbaycan sizin bir sözünüzə baxır. Bu nə olardı? Mən bunu deyərəm. Bayaq dediyimiz çalışma ki var, mən bu müsbət danışıq məsələsi çox yəni istifadə etdiyimiz, hər kəsə də tövsiyə elədiyimiz bir şeydir. Yalnız müsbət sözlərdən istifadə edərək həyatımızı gözəlləşdirə bilərik bir. İkincisi, diqqət etdiyiniz, danışdığınız, müzakirə etdiyiniz, düşündüyünüz şeylərə diqqət edin. Çünki bu sizin həyatınızın özüdür. Bunu seçin. Üçüncüsü, bilgi sahibi olmadan fikir sahibi olmayın. Hər məsələdə fikir yürütmək məcburiyyətində deyilsiniz. Bir baxın görün bu məsələni nə qədər bilirəm, hardan öyrənmişəm. Ondan sonra danışın. Buna çox diqqət eləmək lazımdır. Hər kəsin müəyyən bir sahəsi var və o sahədə o adam, indi hər kəs öz sahəsində superdir, əla mütəxəssis demirəm əlbəttə ki. Amma mütləq o sahədə o nəsə də heç olmasa bir kitabı yarısına qədər oxuyub. Amma siz heç oxumamısınızsa bu barədə danışmayın. Sadəcə soruşa bilərsiniz. Bu çox vacib bir şeydir. Bəli.